indi Vüqar da cibindən meyxana üçün nəsə eləyibsə, sağ olsun, ustaddır. Vüqarın da bu meyxanadan qazandığı olub da. Hətta deyir qazancımdan artığını da Bildim də, indi Vüqar Əbdülov Azərbaycan muğamından, tarikamançasından meyxana yazıb, mən yazmamışam. Bəli. O deməkdir ki, mən meyxana üçün heç eləməmişəm. Bax, Ruslan bugün meyxana üçün nə edib? Mənim elə öz ədəbim Əlikanın meyxana üçün böyük bir şey. Konkret alqışladım, bax cavabına. Bu cür təqdim etməyin meyxana Əlbəttə ki, meyxana üçün uğurdur. Tamam, bax, növbəti sual. Pərviz Bülbülə meyxana üçün nə edib? Pərviz Bülbülə meyxana üçün nə eləyib? Pərviz Bülbülə meyxanaya böyük bir kütlə gətirib. Balalı nə edib? Balalı da həmçinin, bütün balaca uşaqlar hamısı meyxanaya həvəsləndirib. Cahankeş nə edib? Cahankeş, o da öz ədəbi ilə, əxlaqı ilə və gözəl meyxanası ilə meyxanaçılara bir nümunə olub. Akşin Fatih nə edib? Akşin Fatih də duetlərdir də, duetləri ilə müğənnilər çox aldıb sayını. Meyxanası kimi nə edib, qardaş? Meyxanası kimi müğənnilər gətirib də. Müğənnini meyxanasını necə gətirir? Bir dənə qulaq as, üzr istəyirəm, amma üzr istəyirəm. Akşin Fatih o vaxt Eyşən Xəzərlə. Bəli. O boyda gündəmdə idi ki, meyxanada. Heç bəlkə də meyxana deyənlərdə az olub o gündəmdə olan insanlar və Akşin o uğurlu, o gündəmdə olan zamanında meyxanadan uzaqlaşmışdı. Heç kim o reklamı, o gündəmi qoyub getməzdi. Bəli. Onun da böyük bir kütləsi olub. Onların da zamanında mahnıları sevilib. Aynur Dadaşova ilə duetləri var. Yəni bir çox işlər görüblər də. Yəni indi belə bir sıxmasın. Mən Vüqarı alqışlayıram. Vüqarla da bəlkə də məndən çox görüşən yoxdur. Biz elə axşamlar bir yerdə oluruq. Vüqarın əziyyətləri meyxanada danılmazdı, gördüyü işlər danılmazdı. Amma bu o demək deyil ki, Vüqar bu işləri görübsə heç kim burada iş görməyib. Ola bilər Vüqar hamıdan çox iş görüb. Amma az da iş görənlər var ki, bunlar meyxana Amma deyir heç kim görə bilməyəcək bundan sonra. Görməyəcək yəni. Nə edəcək? Yəni görmürəm ki, kimsə də o işləri görsün. Yox, həyatda əvəz olunmaz insan yoxdur. Sabah başına gələcək. Ola bilər səndən yaxşısı gələr. Əbdülov əvəz olunmazdı. Əvəz olunmaz deyil yəni meyxanada. Yox, öz pozisiyasında əvəz olunmazdı. Amma ola bilər ki, Vüqardan daha yaxşıları gəlsin. Ola bilərmi Ruslan daha yaxşı olsun? Ola bilər Ruslandan da daha yaxşısı olsun bir 3 ildən sonra. Yox. Bax, Vüqar Əbdülovdan Ruslan yaxşı ola bilmər. Daha böyük işlər görə bilərmi meyxanada? Ola da bilər, əlbəttə ki. Əlbəttə. Əlbəttə ki, ola bilər. Heç kim həyatdan sığortalanmayıb. İnsan, məsəl üçün, intiqam ehtiram qardaşları. Bəli. Axşam yatdılar, səhər durdular, görürlər ki, Putin bunları tanıyır. Bəli. Və Allahın bir insana verdiyi bir naxışdır da, bir şansdır. Düzdür? Nə bilirsən, sabahları mən yatıb, səhər durub necə olacam? Bu da var, bildin mi? Və yaxud da 3 ildən sonra elə bir gənc gələcək ki, Yox, amma Vüqar Əbdülovun elədiyi dövr, bax, Vüqar Əbdülovun elədiyi sosialın bu cür inkişaf etmədiyi bir dövr idi də. Və sözün əsl mənasında adamın əziyyəti var, haqqı var meyxanada. Vüqarın ümumiyyətlə meyxana aləmində əziyyətini kim dansa, o meyxana deyən deyil və deyərəm ki, o paxıl insandır. Çünki Vüqar bizim meyxanada ustadlarımız